Vəkillik fəaliyyətində vəkilin ən böyük uğuru onun apardığı işlərin uğurlu nəticələnməsidir. Burada bir çox vəkillər, belə deyim də, heç də bütün vəkillər cinayət sahəsində fəaliyyət göstərmirlər deyə mən ümumən ilkin olaraq apardıqları işlərin uğurlu nəticəsi kimi qeyd edirəm. Amma mənim üçün hesab edirəm ki, bir vəkil üçün ən böyük uğur onun müdafiə etdiyi şəxsə münasibətdə bəraət hökmünün çıxarılması. Belə deyim də, vəkilin bu anda hiss etdiklərini ancaq o özü bilir. Yəni təsəvvür edin, illərlə əziyyət çəkilir və nəticədə lazımi nəticəyə gəlib çıxır iş və bəraət hökmü çıxarılır. Daha çox cinayət kontekstində ona görə ifadə etməyə çalışdım ki, nəzərə alsaq ki, bir insanın əmlakına münasibətdə ədalətli məhkəmə qərarının çıxarılmasına nail olmaqla bir insanın həyatına münasibətdə ədalətli məhkəmə qərarına çıxarılmasına nail olmaq arasında hissi baxımdan geniş, böyük fərq var. O nöqteyi nəzərdən mən hesab edirəm ki, bir vəkilin ən böyük uğuru və ən böyük sevinci bəraət hökmündən qaynaqlanır.